Təhsil haqqı və müqavilədən danışırıq. Universitetlə mübahisə hallarından ki, son zamanlar bu tez-tez baş verir. Pərvanə xanım, universitetlə bağlanan müqavilənin hüquqi qüvvəsi nədir? Universitetlə bağlanan tələbə ilə universitet arasında bağlanan müqavilənin hüquqi qüvvəsi var. Tələbə vaxt-vaxtında təhsil haqqını ödəməlidir və təhsil haqqını ödədiyi, aldığı təhsilə müvafiq olaraq da təhsil haqqını ödəyir, onun müqabilində təhsilini alır. Təhsil haqqının qaytarılması hansı hallarda mümkündür? Təhsil haqqı tələbə universitetdən xaric olunarsa, amma faktiki olaraq xaric olunmamışdan öncə tələbə bütün semestr boyunca təhsil haqqını ilin yekununa kimi təhsil haqqını ödəyir. Bu halda o müraciət edir təhsil haqqının geri qaytarılmasından bağlı. Yalnız həmin ilə ödədiyi təhsil haqqını yoxsa əvvəlki illəri də geri ala bilər? Yox, əvvəlki illəri geri ala bilməz, çünki onun müqabilində o təhsilini almışdır. Amma faktiki olaraq indi təhsilini almıraq, başa vurmur, ona görə də təhsil haqqının geri qaytarılması ilə bağlı müraciət edə bilər. Bəs tələbə hüquqları pozularsa hara müraciət etməlidir? Tələbə hüquqları pozularsa, birinci, hər bir universitetin nəzdində komissiya var. Həmin komissiyaya müraciət edir, orada onun işi araşdırılır, ondan sonra Təhsil Nazirliyinə müraciət edir. Razılığa gəlmək üçünsə məhkəməyə getməmişdən öncə könüllü sürətdə mediasiyaya müraciət edir. Yəni, dediyiniz kimi birinci komissiyadan nəticə almadıqda Elm və Təhsil Nazirliyinə, oradan da nəticə almadıqda artıq mediasiyaya müraciət edir ki, faktiki olaraq belə bir mübahisə var, Təhsil Nazirliyindən də gəlirlər. Barışıq sazişi bağlanır, tələbənin də, Təhsil Nazirliyinin də, universitetin də mənafeləri qorunur. Aydın, təşəkkür edirik. Buyurun.